Cılız insanlar gündə biri ilə dostluq eləyir, dost itirən olarlar. Görsən, məsələn, indi azalıb belə adamlar. Keçmişdə 20 ilin, 30 ilin dostları bir-birinə dostluq eləyirdilər, dostluqları da möhkəmlənirdi. Çünki hər şey zaman keçdikcə köhnəlirsə, dostluğu zaman daha da möhkəmləndirir. Dost itirməz böyük insanlar. Hər söz söhbətə görə, hər narazılığa görə dost itirməz. Bir insanın dostluğu uzun müddətlidirsə, deməli qəlbi genişdir. Çünki ortada olan narazılıqları həzm eləyə bilir. İnsanlar nə qədər dostlarını çox qoruyurlarsa, dostluqları davamlıdırsa, insanın qiymətini vermək üçün kifayət eləyir. Birinə qiymət verəndə görəsən, məsələn, 3 il bundan qabaqki dostunu bu il itirir. Ondan sonra 1 il biri ilə dostluq eləyir, onu itirir. Hey dostlarını dəyişir, deməli bu kiçik adamdır. Dostla dost arasında söz də olar, narazılıq da olar. Böyük insanlar onu həzm eləyir, üzə vurmur, kəsdiyi çörəyə dəyər verir. Təəssüf ki, get-gedə bu adamların sayı azalır.